Yerli icra orqanları, icra başları öz məsuliyyətini dərk etməlidir. Dövlət siyasətini aparmalıdırlar. Dövlət siyasətimiz ondan ibarətdir ki, bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Və hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir. Ki, bizim mövqeyimiz daha da möhkəm olsun, bizim gücümüz də artsın. Nəyə görə? Ki, insanlar daha da yaxşı yaşasınlar. Budur əsas məqsəd. Nə qədər güclü olsa bizim dövlətimiz, o qədər də insanlar da özlərini rahat hiss edəcəklər. Təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz. Bütün zamanlarda onlara dəstək olacaqdır. Yəni, insan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm. Neft kapitalını insan kapitalına biz çevirməliyik. Və bunu deyəndə təkcə yəni, elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət qurumları tərəfindən normal rəftar edilməlidir. Təhqir edilməməlidir, incidilməməlidir. Belə hallar var? Var. Kim bunu edir? Dövlət məmurları. Kim incidə bilər vətəndaşı? Dövlət məmuru. Mən yenə də deyirəm, bütövlükdə, bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir. Ancaq belə hallar da var. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Və hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən, ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvəzzükarlıq və insanlara xidmət. Hər birinə, burada oturan bütün icra başçıları ki, mən təyin eləmişim hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmuyurlar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm, görməyəndə də tədbirləri görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir. Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvəzzükar olmalıdır. Ancaq bəzi hallarda təvəzzükarlıqdan ümumiyyətcə söhbət getmir. Özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu mənim təbiətimdir. İkincisi, bu bir yol göstərir. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, baxalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin. Və kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu həm yerli icra orqanlarına aiddir, mərkəzi icra orqanlarının rəhbərlərinə də aiddir. Ona görə hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar. Özləri və onların ailə üzvləri, uşaqları. Bir neçə il bundan əvvəl mən göstəriş vermişdim ki, bu plyonkalarla olan maşınların hamısının plyonkaları sökülsün və buna son qoyulsun. Özüm demişəm ki, mən prezidentam, mənim maşımda plyonka yoxdur. Hansısa 3-cü, 4-cü dərəcəli məmurun maşını
plyonka ilə bağlayırlar, kimlə gizlənirlər? Kimlə gizlənirlər? Ya qorxurlar ki, kimsə onları görəcək? İndi cəmaət onları görsə nə olacaq onları? Əriyərlər onlar, nə olacaq? Mən demişəm, o vaxt tədbirlər görüldü, söküldü. Bugün səhər bura gəlməzdən əvvəl maraqlanırdım. Daxili İşlər Naziri deyir ki, keçən il təkcə 24 min plyonka söküldü. Və bu 24 min adamın qulağı yoxdur. Onlar eşitmir ki, mən deyirəm, nə deyirəm. Yaxud da ki, onların yadından çıxıb. Bu, o qədər də bəlkə də böyük məsələ deyil, amma bu bir göstəricidir. Bu nə ayrı seçkilikdir cəmiyyətdə? Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən. Sən get öz işi ilə özünü fərqləndir. Öz əməli ilə, ağlı ilə, ölkəyə verilən tövhə ilə, plyonka ilə yox, baxalı əşyalarla yox. Ona görə mən deyirəm, mən bugün də Daxili İşlər Nazirinin dediyim, bir də mən eşitdim, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadə edilməlidir. İndi bilmirəm, hansı burada qanunvericilikdə düzəlişlər etmək lazımdır, onu edərik. Belə olmaz. Xarınlayırlar, qudururlar, heç kimi saymırlar. Vəzifəli şəxslərin uşaqları qudurqanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacam lazım bildikdə. Və əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin. Və şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər. Hamısı həbs ediləcək. Vəssalam. Daxili İşlər Naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin. Mən hesab edirdim ki, bir neçə dəfə bu barədə dediyim sözlər hamıya çatdı. Amma görürəm ki, sonra unudulur. Bu son xəbərdarlıqdır. Və cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizim millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir. Davranış qaydalarıdır. İndi bunu pozmaq istəyənlər öz cəzasını alacaqlar. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Bu işlərdə hesab edirəm ki, biz istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir, ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyil. Korrupsiya böyük bəladır. Biz doğrudan da inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, biz korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün bir neçə amil lazımdır və onların hamısı Azərbaycanda var. Güclü siyasi iradə və beynəlxalq təcrübə, biz bu təcrübəni öyrənirik. Cəza tədbirləri mütləq olmalıdır və olacaqdır və sistem xarakterli islahatlar. Kompleks şəklində biz bu məsələyə yanaşırıq, müəyyən işlər görülübdür, ancaq mən demək istəyirəm ki, bu işlər məni qane etmir. Korrupsiya qarşı mübarizə daha da ciddi olmalıdır, onun daha da ciddi nəticələri olmalıdır. Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər eləyirlər. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə bütün orqanlar, mühafizə orqanları daha da ciddi mübarizəni aparmalıdırlar. Eyni zamanda sistem xarakterli islahatlar da daha ciddi şəkildə aparılmalıdır. Onların arasında elektron xidmət, asan xidməti, elektron hökumət təşəbbüsü, bütün bunlar eyni zamanda korrupsiyaya qarşı ciddi bir alət olacaqdır. Asan xidmət proqramı artıq tətbiq edilir.
ilin sonuna qədər ən azı Bakının bütün rayonları, Gəncə, Sumqayıt şəhərləri tam şəkildə əhatə olunacaqdır. Ən azı ola bilər, başqa şəhərlərdə ilin sonuna qədər bu sistemlə təmin ediləcək və növbəti illərdə ölkəmizin bütün şəhərlərində bu sistem tətbiq edilməlidir. Biz bunun gözəl nəticələrini görürük.